Amerika Birləşmiş Ştatlarında demokratlarla respublikaçılar arasındakı qarşıdurma yenidən alovlanır. Tərəflər indi də Konqres seçkilərinə hazırlaşır. Onlar Nümayəndələr Palatası və Senatda daha çox yer tutmaq uğrunda mübarizə aparırlar. Hətta indidən bəzi ştatlarda seçki kampaniyalarına başlanılıb. Respublikaçılar seçki strategiyasına nəzarəti ələ keçirirlər. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump partiyasının seçkilərdə qələbə çalması üçün bəzi addımlar atıb. Səsvermə hüququnu təsdiqləyən vətəndaşlıq sübutunun təqdim olunmasına dair sərəncam, poçtla və bəzi səsvermə maşınlarına qarşı əks çıxışlar. Konqresmenləri partiyanın ilkin döyüşlərindən qaçmaq üçün yenidən seçilməyə çağırış. Donald Trump'ın bu addımlarının indiki dövrdə gözlənilməz olduğu bildirilir. Çünki ölkə başçıları adətən kampaniyanın sonunda hərəkətə keçirlər. Lakin son günlərdə əyalətlərdə aparılan seçkilər respublikaçıların əleyhinə olub. Nəticədə Trump partiya üzvlərinə bəzi xəbərdarlıqlar edib. Hətta bu istiqamətdə müəyyən yoxlanışların aparıldığı bildirilir. Trump'ın belə tezliklə hərəkətə keçməsi onun komandasına üstünlük gətirə bilər. O, səsvermə hüququnu dəyişməyə çalışaraq seçkinin şəffaflığının artırılmasını niyyətindədir. Trump bunları saxtakarlıq və dürüst olmayan səsvermə üsulları sayır. Hətta sözü gedən üsulların ləğvi üçün kampaniya aparacağını deyib. Xarici nəşrlər yazır ki, Donald Trump Konqresin xəritəsini yenidən cızır. Senatın nəzarətinə Donald Trump'ın ehtiyacı var. Bu, Trump üçün çox vacibdir, çünki o, ölkədəki müxtəlif məhkəmə vakansiyalarına hakimlər təyin etmək istəyir. Bu, çətin döyüş olacaq. Hazırda Senatda respublikaçılar 53 yerə sahibdilər. Onlar palatada bu çoxluğu qoruyub saxlamağa üstünlük verirlər. Lakin demokratların da bu istiqamətdə çox ciddi namizədləri var. Seçkilərə hazırlıq fonunda Konqresmen Marjorie Taylor Greene'in istefası isə Respublikaçılar Partiyasında xaos yaradıb. O, Amerika Birləşmiş Ştatları mühüm 7 yerləncə ştatından biri Georgia'dan seçilib. Taylor Greene prezident Donald Trump'la fikir ayrılıqları yaşadığından belə gözlənilməz addım atıb. Bu istiqamətdə isə bəzi iddialar ortaya çıxıb. Onun 2028-ci ildə prezidentliyə namizədliyi irəli sürəcəyi bildirilir. Lakin Greene yayılan iddiaların əsassız olduğunu deyib. Diqqət çəkən məqam isə Greene'in fərqli siyasi gedişlər etməsidir. O, əvvəllər qatı Trump tərəfdarı olduğu halda son aylarda Ağ Ev rəhbərinin tənqidçisinə çevrilib. Hətta Donald Trump'ın Georgia'dan özünə tərəfdaş toplamasında Greene'in rolu olduğu iddia edilir. Onun ştatda səs çoxluğuna sahib olduğu bildirilir. Taylor Greene yanvarda Konqresdən istefa edəcəyini bildirib. Bu qərar onun doğma ştatı Georgia'da, eləcə də ölkə miqyasında respublikaçıları çaşdırıb. Greene 2020-ci ildə ilk dəfə seçildiyi vaxtdan etibarən Kapitolidə prezident Donald Trump'ın ən güclü müdafiəçilərindən biri idi. Lakin son vaxtlar xarici siyasət, səhiyyə və digər məsələlərdə onların arası dəydi. Hətta Trump bu yaxınlarda Greene'i xain adlandırıb və gələn il keçiriləcək Konqres seçkilərində ona qarşı ilkin seçki rəqibini dəstəkləyəcəyini deyib. Lakin Georgia'dakı bəzi şəxslər hesab edirlər ki, Trump ona qarşı çıxsa belə, Greene həmin ilkin seçkini yenə də qazanardı. Onlar bunu əvvəlki seçkilərdə Trump'ın dəstəklədiyi bəzi rəqiblərin uğursuzluğu ilə əsaslandırırlar. Bəzi siyasi dairələrdə Konqresin gücünün laxlaması ilə bağlı təşviş var. Zöhran Mamdani'nin New York'un meri seçilməsi elə buna misaldır. Bu onu göstərdi ki, Amerika Birləşmiş Ştatlarında federal siyasət ideoloji aspektdə dəyişikliklərə uğramaq ərəfəsindədir. Deməli, müxtəlif icmaların səsi ölkə siyasətində mühüm rol oynaya bilər. Onun uğuru sol demokratların Konqres seçkilərində önə çıxmasına şərait kimi sayılır. Eyni zamanda bu, fərqli demografik qruplardan daha çox səs gəlmə ehtimalını yüksəldər. Nəticədə partiya daxilində fikir ayrılıqları baş qaldırır. Belə olan halda demokratların öz aralarında daxili çəkişmələr yaşaya biləcəyi ehtimalı ortaya çıxır. Amerikada keçirilən son bir neçə ştatda keçirilən seçkilərdə də demokratların önə çıxdığını biz gördük. Virginiyada, New Jerseydə də qubernator seçkiləri keçirildi və hər iki ştatda da demokratların namizədləri böyük üstünlüklə qalib gəldilər. Yəni bunun özü Amerikadakı bir tendensiyanın göstəricisidir. Yəni demokratların getdikcə daha da gücləndiyini ortaya qoyan bir nəticələrdir. Gələn il keçiriləcək seçkilərdə demokratların ən azı Konqresin palatalarından birini ələ keçirməsi ehtimalı çox yüksək görünür. Bəzi iddialara görə hökumətin bağlanması da Konqres seçkilərinə təsir göstərəcək. Bu, ictimai əhval-ruhiyyə, iqtisadi şərait və seçicilərin hökumətə inamı kimi vacib faktorları sarsıda bilər. Əvvəlki təcrübələrə əsasən 2018-ci ildə baş tutan seçkilərdə demokratlar üstünlük qazanıb. Hökumətin müvəqqəti bağlanması onlara sərf edib. Həmin il demokratlar Nümayəndələr Palatası üçün 41 yer qazanaraq palataya nəzarəti ələ keçiriblər.
Amerika Birləşmiş Ştatlarında Konqres seçkiləri 2026-cı il noyabrın 3-də baş tutacaq. İndi respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında səs çoxluğuna malikdirlər. Konqresə nəzarət hakim partiyaya bir çox bağlı qapıları açır. Bu, prezidentin verdiyi qərarların birbaşa təsdiqinə imkan yaradır. Ona görə də Trumpın komandası Nümayəndələr Palatasına nəzarəti itirməməyə çalışacaqlar. Demokratların üstünlüyü Trumpı impeachment etmək səlahiyyəti verə bilər. Bu baxımdan respublikaçıların köhnə strategiya ilə çıxış edəcəyi gözlənilir. Onlar nadir seçicilərin səsini toplayaraq Konqresdə üstünlük qazanacaqlar. Bu üsul Donald Trumpa prezident seçkisində də uğur qazandırdı. Lakin Zöhran Mamdani'nin New Yorkun meri seçilməsi demokratların daxilində çaxnaşma yarada bilər. Belə olan halda artıq qarşıdurma demokrat respublikaçı deyil, sol, sağ və mərkəzçi demokratlar arasında fikir ayrılıqları ortaya çıxaracaq.